Ateşgahın içində biz çox böyük bir səhnə çəkmişik. Daha doğrusu orada bir neçə səhnə çəkilib. Bunlar 4 hissələrə paylanılıb. Elə səhnələr var ki, 4-ə düşüb, 2-yə düşüb, 3-ə Hər düşüb. bölümdə var. Amma biz orada ümumi olaraq 5 zaman periodunu çəkmişik. Hər dəfədə yenidən köhnələrini söküb, yeni dekorasiyalar qurmuşuq, yeni vizitlər gətirmişik, yeni adamlar, masovka kimi salmışıq. Çünki bu da çox vacib idi. Bax, çox soruşur ki, 2500 nəfər kimlərdir? 2500 masovkada yəni. Ümumi elə bir çəkilən Bəlkə də çox. heyəti falan. Yəni bir gün məsələn mən şəhər dumasını çəkirəmsə və orada 80 adam varsa deputatlar, mən həmin adamları sabah bazarın içində kartof satan kimi göstərə bilmərəm. Onlar orada kütləvi səhnələrdə Hə, dəyişirlər. bu adamlar deputat çəkildirsə, biz bir də onlara müraciət eləmirik bu proyektdən. Mənə yeni adamlar lazım. Məsələn, bazara bizə lazımdır 200 adam. Alan, satan, gəzən, deyək ki, onlar da bazarda çəkilibsə, bitdi. Onlar bir də heç arada çəkilə bilməzlər. Mən sabah ateşgahda çəkirəm, şəhəri göstərirəm, gəzən adamlar, onlar olmayacaq. Başqa adamlar. Kütləvi səhnələr Onun tez-tez üçün dəyişir. bəli, Reyhanı çox incitmişik, amma adam öhdəsindən gəlib. Reyhan Cəfər İsayeva təsdiq direktor. Çox sağ olsun. Düz köməkçiləri var idi, amma işin başında Reyhan. Belə deyək də, hər departament kimi də belə çalışmısınız. Komandalarda. Məsələn, rəssamın öz qrupu, operatorun öz qrupu, bəs operatorla necə? Operatorumuz Moskvada yaşayır, amma onun tərəfi Lənkərandandır, Bakıdandır. Valodyadır adı. Mən onunla artıq Mirasda da işləmişsiniz. Mirasda da işləmişəm, ondan qabaq çox bir yerdə bir neçə layihələr işləmişik. Reklam çarxlar falan. Yəni adamın işinə bələdəm, bir yerdə işləyə bilirik. Çünki operator rejissor tandemi çox vacib məsələdir. Və operatorun köməkçiləri təbii ki. Operatorun öz departamenti var, bəli, o texniki tərəf var, onun ikinci operatorları var, köməkçiləri var. Və burada da çox böyük fokus pullerlər var, məsələn. Komanda böyük idi, çünki layihə özü də böyük idi. Biz 2 kamera çəkməyə çalışırdıq, çünki bu bizim işimizi daha da sürətləndirirdi. Düzdür, mən istəyərdim bəzi səhnələrdə 8-3 kamera, amma təəssüf ki, bizim cəmi 2 kameramız var idi. Yəni maksimum 2 kamera olub çəkilişlərdə. Bəli. Adətən filmlərdə 1 kamera ilə işləyir. 2 kamera o deməkdir ki, sən işığı elə uğurlu qurmalısan ki, sənin kadrova işığın düşməsin. Və yaxud neysə də biz orada tapırdıq xüsusi toçkaları ki, biz onları 2 kamera işləyə bilərik və deyək ki, mən sizin üzünüzə qoyuram bir dənə krupnu, bir dənə də sredni. Ancaq bir tərəfə çəkirəm, sonra o birisi personajı çəkirəm. Və yaxud olurdu elə başlayırdı, olurdu başqa cür başlayırdıq. O baxır səhnənin öz çətinliyinə, öz strukturuna, mizana baxır. Cürbəcür olur. O yanaşmalar hamısı mizandan asılıdır. Bir də hansı obyektdə çəkirik ondan asılıdır. Çox böyük komanda işləyirdi. Geyimlə bağlı böyük komandamız vardı. Vüsal Rəhimlə bağlı uğurlu işlədik bir yerdə. Ötəsindən işin gəldi. Baxmayaraq ki, yüzlərlə geyim tikilmişdi. 150 sıfırdan geyim tikilib, düzdürmü? Sıfırdan parça alınır, parça seçilir, təsdiqlənir, rənglərdən, teksturadan tutmuş, tikilir. Bunlar hamısı geyinilir, primerka olunur. Yəni sonra bir də adamların bütün hər bir şey geyinilir, gündən qabaq bunlar nümayiş olunur, oturur, oturmur, arasında əyləşikliyi var falan. Yəni bunlar hamısı böyük bir prosesdir ki, biz onların içində 2 il ərzində içində olmuşuq. Rekvizit məsələn, bizim çox böyük rekvizit bazamız var idi. Səhnələrin rekvizitlə dolması, yəni oturacaqdan tutmuş, çılçırağa qədər bütün tam təsəvvürünü yaratmaq üçün. Bəli, bəli. Bunların bütün bu rəssam departamentlərində üstündə
hörmətli Səbuhi Atababayev yanıdır. Bütün yaradıcı heyətə uğurlar, həqiqətən çox Bəli. böyük bir işlə və çox böyük bir əməkdir. Xüsusilə qrafikanı da istəyərdim müzakirə eləyək. Yəni o barədə danışmaq mütləq ki, lazımdır. Çünki Azərbaycanda bilirsiniz, bir o qədər qrafik işlər bacaran adamlar çox deyil, azdır, barmağı düzdür. Mən başa düşürəm. Gərək ki, belə bir filmlər olsun ki, Layihələr o yaransın, o studiyalar yaransın, onları saxlamağa maliyyə olsun və s. Amma Azərbaycan nə xoş ki, rock studiyası yaranıb və orada çox istedadlı, potensialı var. Gördüyünüz, məsələn, birinci bölüm, ikinci bölümündə 3-4 də görəcəksiniz. Mənə elə gəlir ki, qrafik o səviyyə çatdı ki, artıq adamlar seçə bilmir ki, nə qrafikadır, nə qrafika deyil. Bu çox xoş haldır. Əslində, Azərbaycan kinosu üçün bu bir blankadır və bu da bir Tağıyev proyektin içində alınan bir növbəti uğurdur, bəli. Və mən şadam ki, belə bir studiyada var ki, biz artıq, məsələn, nəyi çəkə bilməsək, ora müraciət edib. Qrafik artıq onu dəstəkləyir. Rafiq müəllimə öz minnətdarlığımı bildirmək istəyirəm, Cavid və sair uşaqlar, orada komandada işləyənlər çox istedadlı uşaqlardır. Onlara da minnətdarlığımı bildirirəm. Nə gözəl, baxın, Tağıyev filmi həqiqətən də böyük bir uğura imza atıb, həm də bu nöqteyi nəzərdən ki, bu cür potensiallar üzə çıxıb. Gözəl. Uşaqlar gəzirlər başqa setlərə. Bunlar mənə deyir ki, Zaur müəllim, biz deyəndə ki, Tağıyev yanaşma başqa cür olur. Artıq çəki artıq. Hə, yəni belə yanaşma başqa cür olur. Adamlar yəni Tağıyevdən ölməyib çıxıblar oradan. Çox gözəl bir hissdir. Yəni həm professional nöqteyi nəzərdən, həm də qürur verici bir hissdir. Davamı olsun. İnşallah. İnşallah. Sağlıq olsun, yaxşı olacaq.